Uzun müddətdir narkotik asıllığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib. Bölgə TV xəbər verir ki, Qafqaz İnfonun əldə etdiyi məlumata görə Elnur Nəbizadə küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Polisin keçirdiyi əməliyyat nəticəsində Nəbizadə və onunla birlikdə daha 2 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb. 2 gün əvvəl tutulan Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Məlumatı Nəbizadənin vəkili Anar Qasımlı saytımızda təsdiqləyib. Qeyd edək ki, bu barədə ilk məlumatı Yenilik Az saytı yayıb. Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Rəna Rövşən qızı, Bölgə TV.